Microsoft tədqiqatçılarının apardığı son araşdırma süni intellektin ən çox təsir göstərə biləcəyi 40 peşəni müəyyən edib. Araşdırma 200 mindən çox real Copilot istifadəçi dialoqunun təhlilinə əsaslanır. Məlum olub ki, insanlar ən çox yazı yazmaq, tərcümə, məlumat analizi, hesabat hazırlanması və müştəri yazışmalarını AI-ya həvalə edir. Risk qrupunda olan peşələr əsasən intellektual və ofis yönümlü sahələrdir. Tərcüməçilər, jurnalistlər, yazıçılar, redaktorlar, PR mütəxəssisləri, data scientistlər, biznes analitikləri, web tərtibatçılar, müştəri dəstək işçiləri və telemarketoloqlar siyahının 10 sıralarındadır. Araşdırma göstərir ki, ali təhsil belə artıq texnologiyanın təsirindən tam qoruma təmin etmir. Bununla yanaşı, fiziki əmək və texniki bacarıq tələb edən sahələr, məsələn, ekskavator operatorları və su təmizləmə sistemi işçiləri hələlik AI təsirinə daha az məruz qalır. Səhiyyə sahəsində isə, xüsusilə evdə qulluq xidmətlərində yaxın illərdə iş yerlərinin artacağı proqnozlaşdırılır. Nəticə, süni intellekt bir çox peşəni tam yox etməkdən daha çox onların iş formasını dəyişdirəcək. Gələcəkdə uğurlu olmaq üçün texnologiya ilə rəqabət aparmaq deyil, onunla işləməyi bacarmaq əsas üstünlük olacaq.